Bu qaydada nəyə fikir verməlisiniz? Ümumiyyətlə, bu qayda elə bir qaydadır ki, bütün əvvəl keçdiyiniz qaydaları gələ biləsiniz. Əvvəldə keçmişik biz hamısını, yəni mütləq xəbər sıralaması necə olurdu, cümlə sıralaması necə olurdu, sonra sözünün bölməsini bilməlisiniz, sonra infinitiv bölməsi var, onları bilməlisiniz ki, yəni bu mövzuda çətinliğiniz olmasın. İlk öncə gəlin uşaqlar, buna keçməzdən əvvəl bir söz sırasını xatırlayaq. Söz sırası ingiliscəsində necə olur? Bildiyiniz kimi ingiliscəsində söz sırası bizim ana dilimizdən fərqlidir. Bizdə məsələn mübtəda birinci, sonda xəbər gəlir. İngiliscəsində isə biraz fərqlidir. Deməli birinci gəlir nə? Mübtəda. Sonra gəlir nə? Xəbər. Feil gəlir. Feil yazıram. Çünki bunu ingiliscə qarşılığını verirsən. Sonra gəlir tamamlıq. Sonra gəlir yer və zaman zərfi. Yəni buna ingiliscəsində deyirlər SWOT. SWOT nə deməkdir? Yəni subject. Yox. Sonra gəlir, əslində xəbər deyirlər, sadəcə biz SWOT-da fail v ilə yazılır. V ikinci hərf nədir? SWOT yazılırsa, ikinci hərfimiz nədir bu? Verb. Bəli. Sonra gəlir object. Object nədir? Yəni tamamlıq. Sonra gəlir place və sonra gəlir time. Əgər sizin seçimləriniz arasında həm yer bildirən söz, həm zaman bildirən söz varsa, ilk olaraq yeri verməlisiniz, ən sonda zaman gəlməlidir. Düzdür, bəzən inversiya baş verir. İnversiya nədir? Yəni cümlə özləri yerini dəyişə bilər, keçə bilər, yer bildirən söz ən başda ola bilər və ya ən başda bəzən zaman zərfi ola bilər. Məsələn, bizim testlərimizdə görürsünüz, bəzən nə veririk başda? Today sözünü başda veririk. Yesterday sözünü başda veririk. Yəni ola bilər elə bir şey, amma əslində cümlə quruluşu bu formadadır. Sonra keçir indi qaydamıza uşaqlar. Qaydamızda nə yazmışıq? Burada cümlə qurarkən ilk öncə mübtəda, daha sonra xəbər gəlir. Bunları qeyd elədik. Verilən sözlər arasında sual əvəzlikləri varsa, məsələn, when ola bilər olsun verilən sözlərin arasında, where ola bilsin, which olsun, who olsun. Birinci həmin cümləni sınamalıyıq biz nə kimi? Sual cümləsi. Yəni when'i başda verməlisən, when'i və yaxud da başda verməlisən, how well isə başda verməlisən, how many isə başda verməlisən. Görsən ki, when'i və yaxud da who'nu başda verirsənsə, cümlə alınmır doğru formada, o zaman nə edirik biz uşaqlar? O zaman cümlədə o when'i harda verməliyik? Ortada veririk. Bəzən görürsən zaman yaddadır, zaman budaq cümləsi keçmişdik. Zaman budaq cümləsində nə olurdu? Zamanları keçəndə demişdiksə. When ortada olurdu, when'dən sonra indiki zaman, digər tərəf gəldi zaman və yaxud da keçmiş verib cümləni qururdu. Onu da sınaya bilərsiniz. Sonra bax belə bir şey var. Məsələn, bax, a lot of interesting books. Books verib, interesting verib, a lot of verib. Sən birinci nəyə verməlisən? A lot of-u kəmiyyət bildirən söz olmalıdır, qeyd eləmişəm. Sonra gəlməlidir əlamət bildirən söz, yəni sifət. Sonra gəlməlidir isim. Və yaxud da məşhur Amerikan yazısı deyirəmsə, yazısı verib, Amerikan verib, məşhur verirsə, birinci nəyə verməliyəm? Məşhur əlamət. Sonra məkan, yəni məişəyə bildirən söz gəlməlidir. American və writer. Sonra isim gəlməlidir. Burada topluda buna testlər var, göstərəcəm sizə. Sonra bax, məsələn, topluda belə bir test var ki, məsələn, sən gələ orada sözünü bölməsindən biz keçmişik. To be birləşmələri vardı. To be ready for, to be late for ifadələri biləsən. Məsələn, to be late for-u biləndə is late for-u yanaşı versən, doğru cavab alına bilir. Aynı bu qaydalara fikir verməklə siz cümlə qurma qaydasında probleminiz olmaz. Məsələn, bəzən olur ki, cümlə çox uzun olur. Yəni 7 dənə, 8 dənə sözlər var, cümlə olur. Məsələn, o cümləni qurmaq üçün nə etməliyik biz? Görürsən ki, çətinlik çəkirsən. Bu zaman nə edirsən? Variantlarda verilən bütün rəqəmlər üzrə cümlələri yazırsan. Kimdə çətinlik çəkirsə, belə eləsin. Məsələn, mən imtahanda mənə elə bir şey düşmüşdü. Biraz çətinlik çəkdim, 2 variant arasında qaldım. Mən çoxdan danışıram da. 2020 il bundan qabağa deyirəm mən. Çətinlik çəkdiyim halda orada götürdüm cümlələrin 2 dənə variant arasında qalmışım. İkisini də yazdım, doğru cavabı oradan seçdim. Doğru da çıxdı. Yəni siz də elə elə bilərsiniz ki, yəni doğru cavabı tapmaq üçün gördünüz ki, çətinlik çəkirsiniz. Məsələn, variantlarda verilən rəqəmlər verir. Bütün variantları yazın, doğru cavab yerdə qalacaq. İstər-istəməz nəyisə görə hansısa cümləni kənarlaşdıra bilirsən. Bir də məsələn, modal feillər var. Modal feildən sonra başqa bir feil gəlməlidir. Sonra bax, işarə əvəzlikləri var. This, that, this, those. Onlardan sonra nə gəlirdi? Ya tək verməlisən, ya birbaşa cəm üçün verməlisən. Bu qaydaları gözləyəndən sonra tapa bilirsən. Sonra məsələn, so, very-dən sonra nə verildi? So, very, too, quite.
adi dərəcədə sifət veririk. Bəli, onlara diqqət edirsiniz. Deyirsən ki, 2 rəqəmi ardıcıl olmalıdır, 4 ilə 1 tutaq ki, ardıcıl olmalıdır. 4 ilə 1-in ardıcıl olduğu variant bir dənə variantda da onu göstərən doğru cavab. Yəni, səhifə 111-də ikinci testdə bax, bu qaydadır. Və nə var orada? Jack London mənim mübtədam. Düzdür, uşaqlar. 2 ilə başladım. Sonra verilən nəyi? Feili. Feilim hansıdır? 1. 2, 1. Sonra gəlir kəmiyyət bildirən söz. Bax, buradakı qayda uşaqlar. Sonra gəlir əlamət bildirən söz. Interesting. Sonra gəlir novels. Deməli, sən mübtədan olmalıdır. 2, 1 ilə başlamalısan və 3, 5, 4 ilə bitirməlisən. 3, 5, 4 ilə bitən variantın hansıdır? C variantı. Sonra 3 də, 4 də eyni qaydada. 4-ə baxın. Süleyman Rüstəm is feili verdi. 2 ilə 5 başlaması 2, 5 ilə. Və cümlən bitməlidir. Olacaq əlamət bildirən söz, famous, Azərbaycani, mənşə bildirən söz və sonra da poet sözü ilə. 1, 4, 3 ilə bitirməlisən. 1, 4, 3 ilə bitən variantım zaten bir dənə. Görürsünüz, bir dənə ardıcılığı bilsəniz, bu ardıcılığı bilsəniz, testdən bu testi tapa bilərsiniz. Bu testdə aid bir neçə test var burada. Sonra bax, 5-ci suala baxışaq. Ol nədir ol? Bəzən sözlərin tərcüməsini biləndə testi tapa bilirsən. 5-də, bəli, all bütün, signed imzaladı, the documents sənədlər, the employer işçi, in the morning səhər. Təbii ki, zaman bildirən sözün 5 harada olacaq? Ən sonda. Çünki dedik ki, bayaq ki, zaman bildirən söz, time harada gəlir? Ən sonda. Və burada işçi söz var. Bir də bütün hamı sənədlər sözü var. İndi işçi sənədləri imzalayaq, sənədləri işçi imzalayaq. İşçi sənədləri imzalayaq da, işçi ilə başlamalıyam. 4 ilə başlamalıyam. 4-dən sonra gəlir 2. 4, 2 ilə başlayıb 5 ilə bitən variantım. Cavab deyil. 3 dənə rəqəmlə artıq doğru cavab tapdım. 6-ya baxırıq uşaqlar. 6-da cancel ləğv etməkdir. To istiqamət bildirən sözünündür burada. His visit səfəri, onun səfəri. Japan, Yaponiya, the president, the president. Deməli, prezident nə edib? Yaponiya səfərini təxirə salıb. Nəylə başlayacağım mən uşaqlar? Prezident sözü ilə. Düzdür? The president neynədir? Cancelled. Cancelled verdi. Cancelled'dan sonra nə verərik biz? Nəyi təxirə saldı? Bax, tamamlıq. Görürsünüz? Mübtədanı verdim. Feilimi verdim. Xəbərimi verdim. Nəyi istəyir artıq? Tamamlıq. Nəyi təxirə saldı? Səfərini, his visit. Hara səfərini? Yer bildirən söz. Tucaq. Aydın oldu. Görürsünüz, qaydanı bilməklə bu qayda. Biz hansı ki testləri izahləmişəm indiyə kimi? 4 test izahləmişəm da artıq. 3-4 test izahləmişəm. 3-4 testin hamısında görürsünüzmü? Hamısı qaydaya əsaslanır. Tucaqın deyə bilirəm. Niyə işlənməsin ki? Article işlənməzlər. Niyə Türk işlənməsin? 7-ci suala baxın uşaq. 7-ci sualda mübtədan people'dır. Thousands of people daha doğrusu. Yəni tək people verəmir. Çünki uşaq bax, rəqəm varsa rəqəm. Rəqəm varsa, mən birinci cəm ismi qabağında nə etməliyəm? Rəqəmə verməliyəm. Özdə ki, thousands of, hundreds of, millions of, billions of bu isimlər, bu sayılar həmişə nə istəyir özündən sonra? Cəm isim istəyir. Deməli, sənin 5-ci rəqəmindən sonra, thousands of ifadəsindən sonra nə gəlməlidir? People. Thousands of people mübtədandır. Mübtədadan sonra təbii ki, nəyə verməliyəm mən? Xəbərimi, feilimi verməliyəm. Düzdür? Olacaq took part. Deməli, cavabım oldu 5, 3, 1 ilə başlamalıyam. 501, 2, 4 olacaq. Niyə 2, 4? 4, 2 yox. Çünki 2 mənim ismi yerə çalan olan ifadəmdir və ismi yerə çalanda olan ifadə apostrof s-dən sonra başqa bir nə gəlməlidir? İsim gəlməlidir də, düzdür? İsmi yerə çal deyiriksə, apostrof s-dən sonra mən ismi verməliyəm. Ona görə cavab olacaq 2, 4 ilə bitəcək. Sonra 8 də eyni qaydada. Bu 9-a baxın, zətdən sonra tək isim. Zət bağlayıcım var, ya da əvəzliyim var daha doğrusu. Zət əvəzliyindən sonra tək ismi verirəm. Building was ancient. Cavab oldu 3, 2, 4, 1. Sonra 10-cu testə baxışalar. Ay, mübtədam aydır. Modal feili verirəm birinci, yoxsa 4-ü feili verirəm birinci? Modal feili verməli. Modal feil özündən sonra başqa bir feil istəyir də, düzdür? Deməli 2, 1, 4, 3. Cavab oldu A variant. Bəli, buyur. 9-da Z was ancient building deyəndə. O variant yoxdur da. O variant yoxdur. Olsa bəli, olar. Sonra digər səhifəyə çevirin uşaqlar, digər səhifəyə. Var. Bax, hansıdır? 3, 4, 1, 2. 3, 4, 1, 2. Hansı sualdır? Bir daha durma. 3, 4. Z. Bir dənə Z was.
Bilirsən nə səhvdir orada. Building təkdir də axı. Ən yaxşı building olmalı. Yəni Z-dən sonra sən birbaşa vozu verirsənsə, ondan sonra gələn isim təkdə üçün nə verməlisən? Ən yaxşı building deməlisən. Nə oldu? Səhv oldu. Sevirin səhifəni uşaqlar. Bax, burada bir test deyəcəm sizə. Orada bir qaydanı tapırsınız. Bax, bayaq dedim. 30-cu testdə baxın, səhifə 113-də. 30-cu testdə to be late for ifadəsini tapsan. Bax, 1, 5, 4 yanaşı olmalı. 1, 5, 4 hansı variantda yanaşıdır? Bir dənə B variantında. Sonra bax, 31-də də eyni qayda üzrə. Was late for. 4, 6, 5 yanaşı olmalıdır. Hansı variantdadır? 4, 6, 5. Y variantında. Görürsünüz, bir dənə qaydanı tapıram. Sonra, məsələn, bax, 34-də sual əvəzliyi var. How well. Deməli, cümləmi nə kimi sınamalıyam birinci? Sual cümləsi kimi sınamalıyam. Düzdür? How well does your headmaster speak? Niyə does'la speak'ı ayırdın? Çünki demişdik ya, bir sual cümləsindəki sual cümləsində köməkçi feillə əsas feil nə olmalıdır? Ayrılmalıdır. Və does'la speak'in arasına your headmaster girdi. Deməli, 4, 1, 3, 2 ilə başlamalısan. 4, 1, 3, 2, 5 cavab A variantı. Həmçinin bu 35 də sual cümləsidir. İndi 36-ya baxaq. 36-nı kim mənə doğru cavab olaraq deyə bilər? Mən tapdım. Nə? 4, 2, Səhvdir. değil. Bax, bir daha bu cümləyə ifadəyə baxın. Bax, deyirəm ki, sənin bu cümləni ingiliscə tərcümə etsə necə başlayaq cümləni? Sənin bir-birinin evində deyəndə, yadınızda bir cansız isimləri yərə kankesini demişdi ya, cansızların yərə kalında birinci biz başlamalıyıq sonuncu sözlə. In the house Y var ya. in the house of sənin bibin nə deməkdir? Xalan bibin. Your aunt. Sən 6-5 axır deyirəm məsələn, 5-6-nı yox. 6-5. Bəli, in the house of your aunt olmalıdır. Aydın oldu mu? Bax, şöyle fikir verin. Sənin bibin evində cansızların yərə çaldı. Söhbət evdən gedir burada, düzdür? Belə ifadələrdə biz birinci başlamalıyıq sonuncu sözlə. Evində, sənin burada da bax nə olacaq? 36-cı testdə. Y var ya. Y bəndi. Və sual verə bilərsiniz ki, ay Məmməd 4-2 ilə başlama daxı. 2-4 ilə başlasın da sual cümləsi olsun. Dilnovruz sənin palavın evində, bibinin evində böyük bayram kimi qeyd edildimi? Sual cümləsi qurur. Məcbur nə etməliyik? Sual cümləsi çevirməliyik. Aydın oldu? Orada diqqətli olmaq lazım. Bu biraz qəliz səslərdən biridir bu. Sonra bax 32-yə baxın. 32-də 4 axırda olacaq. Çünki niyə? Səbəb nədir bu? Axırda verməyimizdə? Çünki bəli, zaman zərfidir. 4 axırda olacaq və decide feili də özündən sonraki feili to ilə tələb edir həmişə. Decided to take us. 3-5 yanaşı olmalıdır. Y var. Hara götürməli? Decided to take us to the carpet museum. Bəli. 2 ilə başlayacağıq. 2, 3, 5, 1. 2, 3, 5, 1, 4. Cavab oldu. Y variantı.